Məncə hər iki tərəf haqlıdır. Neftçi Qarabağ maçının təxirə salmaq məsələsindən danışıram. Qarabağ ona görə haqlıdır ki, iki Newcastle maçının arasında istirahət eləmək istəyir. Yəni bir həftəyə, 8 günə 3 oyun oynamaq istəmir. Neftçi isə ona görə haqlıdır ki, Neftçi çempionatda yaxşı vəziyyətdə deyil. Mövsümün əvvəlində komanda çox böyük transfer eləyib, bahalı futbolçular alıblar. Baş məşqçi özünü doğrultmadı, Samir Abbasov göndərildi, yerinə Vernudov gətirildi Ukraynadan və komanda bu mövsüm Konferans Liqasından vəsiqə qazanmasa, ayrılan böyük büdcənin əlbəttə ki, hesabatı soruşulacaq. Kimlərsə öz postunu itirə bilər rəhbərlikdə, məşqçilər korpusunda, baş məşqçi. Buna görə də Neftçi Qarabağla maçın ona görə təxirə salınmasını istəmir ki, Qarabağ bu maçda iki Newcastle maçı arasında Neftçiyə qarşı ikinci heyəti buraxacaq. Yəni Neftçinin bu maçda Qarabağı udmaq şansı var, ən azı udulmamaq şansı var. Bu baxımdan bu prizmadan baxsaq, Neftçi prizmasından Neftçi özünü düşünür. Qarabağ prizmasından baxsaqsa, Qarabağ da özünü düşünür, amma Qarabağ həm də Çempionlar Liqasında Azərbaycanı təmsil edir. Məncə. Bəs sizcə?